Salamlayıram sizi. Bugünkü 6-cı dərsdə biz slaydın içində olan məlumatları və ümumiyyətlə slaydın maketlərini dəyişdirəcəyik. Keçən dərsdə biz belə bir qalan titullar yaratdıq 3 slaydda. İndi tutalım ki bu slaydı rəhbərə göstərirsiniz. Rəhbərimiz deyir ki, bu qalan titullar mənə lazım deyil və başlıqları mərkəzə keçirdək. Bunu necə eləyirik? Keçirik Vstavka Insert menüsuna. Bit, View. Üzr istəyirəm, keçirik Insert Vstavka menüsuna. Qalan titulu komandasını seçirik və buradan bu quşları yığışdırırıq. Tarixə aid, nömrəyə aid və bu aşağı qalan titula aid. Bunları yığışdırdıq və burada preminent koeffisiyent, yəni bütün slaydlara aid olsun, şamil olsun. Bastıq, getdi. İndi buradan başlıqları ortaya keçirmək istəyirik. Keçirik onda View menüsuna, Avrazya slaydı və burada işlənilən bir daha maketi seçirik. Tutalım, bax bu maketi görürsünüz. Burada yazılıb ki, используется во всех слайдах. 2-4. Burada sağ düyməni basırıq və ortaya keçirdik. Bağlayırıq və fikir veririk. Bütün başlıqlar keçir ortaya. İndi tutalım ki, bu slaydlarda şəkillə bərabər mətn yerləşdirmək istəyirsiniz. Bunun üçün iki variant var. Birinci, slaydın içində əməliyyat aparırıq. Şəkili çəkirik sağ tərəfə. Belə, deyək ki, belə olsun. Bir balaca şəklin ölçülərini dəyişirik, belə eləyirik və sol tərəfdə mətn yerləşdiririk. Mətni necə yerləşdiririk? Yəni, burada yazmaq lazımdır. Mən hər şeyi yazmayacağım ki, vaxtımız getməsin. Mercedes-ə aid olan mətni götürürəm. Bu Mercedes-ə aid olan mətindir. Seçdim. Göndərirəm yaddaşa. BMW-ni də götürək bir dəfəlik. Hər dəfə Word proqramını açmayaq. Belə. Keçirik PowerPoint-a. Mübadilə buferini açırıq və Mercedes-ə aid olan mətni yerləşdiririk. Belə. Çəkirik bunu bu tərəfə. Belə. Deyək ki, belə olsun. Belə. Əgər yerləşmirsə ekrana belə eləyək. Ölçülərini dəyişirik. Belə. Bunu yağlı edə bilərik. Rəngini dəyişə bilərik mətnin. Deyək ki, qaraltdınız və burada dəyişə bilərsiniz. Deyək ki, yağlı eləyək. Yağlı eləyək, daha yaxşı görsənsin mətn. Belə. Bunu biraz böyüdə bilərsiniz. Deyək ki, burada keçirdək növbət sətrə, belə verə bilərsiniz. Və burada belə. Keçirdə bilərsiniz. Belə. İndi həmin əməliyyatı bu slaydlarını da yerinə yetirmək lazımdır. Amma burada görürsünüz, şəkillərin ölçüləri dəyişəcək və gərək onda bu şəklin ölçülərini, enini, hündürlüyünü, miqyasını yadda saxlayasınız və bu şəkillərdə tətbiq edəsiniz. Bunu eləməmək üçün belə bir variant var. Bu iki slaydı yox eləyirik.
Bu slaydı isə kopyalayırıq. Yaxud dublunu çıxardırıq. Bir kopya və ikinci kopya. Ona görə mən keçən dərslərdə sizə deyirdim ki, slaydları eləməmişdən əvvəl birinci slaydda onun formasını müəyyən edirsiniz, rəngi zadı hər şeyi seçirsiniz, dizaynı seçirsiniz. Sonra başqa slaydlar yerinə yetirirsiniz ki, dəyişiklik olanda və belə əziyyət çəkməyəsiniz. İndi burada dəyişirik. Mercedes-in adını burada yazırıq. BMW. Burada yazaq Audi. Burada indi mətni dəyişirik. BMW-yə aid olan mətn gələcək bura. Keçirik mübadilə buferinə. Yerləşdiririk. Burada da istəyirsiniz yağlı eləyək mətni. Daha yaxşı görünsün. Burada belə eləyək. Keçək Audi'yə. Audi'də də mətni. Bu mətni silirik. Əvəzinə Audi'yə aid olan mətni yerləşdiririk. Deyək ki, belə. Qaraltdıq və yağlı elədik. İndi şəkilləri dəyişmək lazımdır. Keçən dərslərdə bunu sizə demişdim. Şəkli silib Audi'nin şəklini yerləşdirə bilərsiniz. Yaxud da sağ düyməni üstündə basırsınız. İzmit rüsumunun şəkli dəyiş və Mercedes-in əvəzinə lazım olan qovluqdan Audi'nin şəklini yerləşdirirsiniz. Burada isə BMW-nin şəklini yerləşdirirsiniz. Və siz də görürsünüz, alt-alta şəkillər və mətnlər yerləşir. Bax belə. Eyni əməliyyatı başqa cür, bu əməliyyatı başqa cür eləmək olar. Burada fikir verirsiniz slaydlara. Bizdə burada 2 dənə doldurucu var. Bu başlıqdır, birinci doldurucu. Bu isə ikinci doldurucudur. Amma ikinci doldurucu 2 hissədən ibarətdir. Mətn hissəsindən və fotodan, avtomobilin şəklindən. Eyni əməliyyatı başqa cür eləmək olar. Ki, burada artıq 3 dənə doldurucu olsun. 2 yox, buradakı kimi 3 olsun. Slayd yaradırıq. Və bu slaydda keçirik maket bölməsinə, Home, Qlavne tabında və buradan bu variantı yox, bizdə hal-hazırda bu variant. Və bu variant seçirik. 2 obyekt, yəni 2 obyekt. Burada görürsünüz başlıq və bir obyektdir, zaqalovki obyekt. Burada isə 2 obyekt, amma başlıq da var. Seçirik. Və fikir verirsiniz, avtomatik sistem sizə 3 dənə doldurucu verir. Başlıq və burada 2 doldurucu. Burada yazırıq Mercedes. İstəyirsiniz ortaya çəkə bilərsiniz. Yağlı eləyə bilərsiniz, rəngini dəyişə bilərsiniz. Necə istəyirsiniz buradan eləyə bilərsiniz. Burada mətni yerləşdiririk. Burada isə avtomobilin şəklini yerləşdiririk. Seçirik Mercedes-i. Foto gəldi. Burada isə mətni yerləşdiririk. Keçirik bura və buradan mübadilə buferindən Mercedes-ə aid olan məlumatı götürürük. O belə. İndi burada bir şeyə fikir verirsiniz.
Bu variantda görürsüz, burada marker əmələ gəlir. Bura fikir veririz markerdir. Yəni bu mətni siyahı şəklində yazmaq olar. Avtomatik siyahı şəklində yazmaq olar. Bax indi burada mən muşqan kursorunu basıram və enter düyməsini basıram. Fikir veririz, yenə də marker əmələ gəlir. Burada basıram və enter düyməsini klaviaturdan basıram. Fikir veririz, marker şəklində yerləşir. Yəni avtomatik olaraq bu mətni marker şəklində yazmaq olar. Amma burada bunu avtomatik eləmək mümkün deyil. Gəl, amma eləmək olar. Gəl, mətni birləşdirək. Mətni qaraldırıq. Keçirik bura. Fikir veririz markeri. Və burada istənilən markeri seçirik. Və mətn siyahı şəklində yazılır. İstəyirsiniz markerli siyahı seçiniz, istəyirsiniz nömrələnmiş siyahı seçiniz. Hansını istəyirsiniz seçə bilərsiniz. Qoy olsun markerli, deyək ki bu marker. Basırsınız və mətniniz artıq markerdən görsənilir. Burada tutalım ki keçək bura. Burada bir enter düyməsini basaq. Görürsünüz, marker əmələ gəlir. Bununla bugünkü dərsimiz başa çatır. Bugünə bu qədər. Təşəkkürlər.